Narkotik ittihamı ilə mühakimə edilən özünü şair və tiktoker kimi təqdim edən İlhami Elşad qızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Gündəm 24 Qafqaz İnfoya istinadən xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Kürdəxana təcridxanasından məhkəmə zalına gətirilən xanım müttəhim həbsdə saxlanılmasına etiraz edib. Özünü təqsirli bilməyən İlhami Elşad qızı hesab edir ki, azadlıqda olması cəmiyyət üçün daha faydalı olar. Bugün müqəddəratım həll olunur, əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan bir adam deyiləm. Mən jurnalistəm, narkotik çəkən deyiləm. Tərtəmizəm, gül kimi də qızam. Prosesin davamında evdə əməliyyat keçirən polislər şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxsin əsassız tutulmasını və başqa iddialarını təqzim ediblər. Qeyd edək ki, İlhami Elşad qızına Cinayət Məcəlləsinin 234.1.1, yəni satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.